canımız, ürəyimiz, hamımızın sevimlisi, gözəl insan, gözəl ana, gözəl həyat yoldaşı Almaz xanımın dünyaya gəldiyi gündür. Almaz xanım çox gözəl insandır. Saf qəlbə malikdir, səmimi insandır. Hamını çox istəyir. Biz Almaz xanımı çox istəyirik. Kollektivimiz adından onu təbrik edirik. 100 yaşasın, həmişə belə cavan, gözəl, təravətli. Sizi ürəkdən təbrik edirəm. Çox sevinirəm ki, mənim məktəbdən çıxan dövrümün direktoru siz oldunuz. Yəni xatirimdə çox gözəl qalacaqsınız nə mənada. Qanunları sevən bir direktor kimi, uşaqla uşaq, böyüklə böyük olan bir direktor kimi, müəllimləri müəllim kimi qəbul edən, valideyni valideyn kimi qəbul edən bir direktor kimi xatirimdə qaldınız. Bax, bu yolda sizə gözəl sağlıq, uğurlar arzulayıram. Arzu edirəm ki, rəhbərlik etdiyiniz məktəbdən həmişə sevinəsiniz. Bura bir məbəddir, bu məbədin də bir sanki rəhbəri sizsiz. İnşallah bu məktəbin işığından nur alan şagirdlərimiz, abituriyentlərimiz, müəllimlərimiz çox olar. Uğurlar sizə. Sağ olun. Öpürük. Almaz xanım, sizin doğum gününüzü təbrik edirəm. Həyatda sizə ən gözəl nemət olan can sağlığı arzulayıram. Həmişə belə qalın. Çünki siz həmişə müəllimlərə, həmkarlarınıza və şagirdlərinizə çox gözəl dəyər verirsiniz. Öpürük sizi. Doğum gününüz mübarək. Almaz xanım, doğum gününüzü təbrik edirəm. Sizə sağlıqlı, uzun ömür arzulayıram. Bu iliniz düşərli, xeyirli olsun. Əziz və hörmətli Almaz xanım, sizin gözəl gününüzü, özəl gününüzü ürəkdən təbrik edirəm. Ad gününüz mübarək olsun. Yeni yaşınız sizə həmişə gözəl günlər qismət eləsin. Hər anınız xatirələrlə dolu olsun. Təbii ki, birinci övladlarınızı xoş gününüzü görün. Sizin özləyənimiz Almaz xanım. Ad gününü səmiyyətlə təbrik edirəm. Ona can sağlığı arzulayıram. İşlərində yeni nailiyyətlər arzulayıram. Yaxşı ki var Almaz xanım, Allah var eləsin. Hörmətli Almaz xanım, ad gününüzü təbrik edirəm. Sizə həyatda ən qiymətli şey olan can sağlığı arzulayıram və yeni uğurlar arzulayıram. Mən sizi ad gününüz münasibətilə təbrik edirəm. Daim qəlbiniz sevinclə dolsun, üzünüz daim gülsün. Xanım, doğum gününüz mübarək. Sizə sağlam, uzun, mənalı ömür arzu edirəm. Siz Almaz xanım, sizi ad gününüz münasibətilə təbrik edirəm. İşlərinizdə ancaq uğurlar arzulayıram. Ailənizlə birlikdə, övladlarınızla birlikdə neçə gözəlliklərə və təbii ki, məktəb kollektivi ilə birlikdə neçə məzunlar yola salasınız. Şagirdlərinizlə həmişə fəxr edəsiniz. Onların səslərini ucalardan eşidib deyəsiniz ki, hə, bu bizim məktəbin şagirdi olub. Bu mənim yetirməm olub. Allah sizə bu günləri həmişə qismət eləsin. Öpürəm sizi. Dəyərliniz Almaz xanım, sizin doğum gününüzü təbrik edirəm. Allahdan sizə can sağlığı, uzun ömür, xoşbəxt həyat arzulayıram. Gözəl və dəyərli direktorumuz Almaz xanım, doğum gününüzü təbrik edirəm. Sizə uğurlar arzulayıram. Gününüz münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə həyatda ən gözəl nemət olan can sağlığını arzulayıram. Almaz kimi dəyərli, həsrət kimi unudulmaz dəyərlimiz Almaz xanım Əsrət. Yeni yaşınız mübarək. Bu gözəl mənzərədə yeni yaşınızı səmimi qəlbdən təbrik edirəm. Sizə sağlam, huzurlu və sevgi dolu ömür arzulayıram. Hörmətli, dəyəriniz Almaz xanım, gözəl direktorumuz, sizi ad günü münasibətilə təbrik edirəm. Sizə uzun ömür, can sağlığı edirəm. Yaxşı ki varsınız, inşallah həmişə bir yerdə. Dəyərlimiz Almaz xanım, sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. Direktorumuz Almaz xanım, sizi ad gününüz münasibətilə təbrik edirəm. Əzizimiz, dəyərlimiz, hörmətli Almaz xanım, sizi həmkarlar adından, eləcə də şəxsən öz adımdan doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm, can sağlığı, çəkin məsuliyyətli işinizdə bol uğur arzu edirəm. Arzu edirəm, gələn hər yeni gününüz xoşbəxtliklərlə dolsun. Almaz xanım, mən sizi bu möhtəşəm yerdən, Cıdır düzündən ad gününüz münasibətilə təbrik edirəm. Neçə belə gözəl, xoş yaşlarınız olsun. Hər zaman bizimlə olasınız. Təbrik edirəm, sizi qucaqlayıb öpürəm.